Prezidentin siyasəti iki mərhələyə ayrılır. Müharibəyə qədərki dövr və müharibədən sonraki dövr, yəni post-müharibə dövrü. Müharibəyə qədərki dövr ordu quruculuğu, sosial-iqtisadi deyək ki, hazırlıq, ictimai gözləntilər, o cümlədən obyektiv faktorlar, hansı ki, regional güc balansının dəyişməsi, beynəlxalq aktorların rolu, bütün bunlar hamısı hesaba qatılmalı idi. Amma hər şeyə rəğmən konjunktura uyğun olsa belə müharibəyə başlamaq bunu hər lider gözə ala bilmir. Biz bunu bilirik. Başqa sözlə 2020-ci ildə 44 günlük vətən müharibəsinə başlamaq eyni zamanda müəyyən bir cəsarət tələb edirdi. 2020-ci ilə qədər olan fəaliyyətini prezidentin sülh uğrunda qələbə strategiyasının həyata keçirilməsinin birinci mərhələsi adlandıra bilərik ki, bu qələbə üçün həm baza yaratdı, ölkənin daxili inkişafı aspektində, həm də beynəlxalq miqyasda diplomatik fəallıq o qədər güclü oldu ki, ona qədər Azərbaycana şübhə ilə yanaşan ən güclü liderlər belə artıq fərqli yanaşmağa, yəni hörmətlə yanaşmağa başladılar.